hər zaman deyirlər ki, ailədə qadından asılıdır. Ailənin o modeli, ailənin qorunması. Amma bütün hallarda dolayısıyla belə Fransaq görərik ki, bir yerdə mütləq ki, güclü bir kişi olmalıdır ki, o ailəni qorusun, o qadını xoşbəxt etsin və xoşbəxt qadın xoşbəxt ana olacaq, xoşbəxt övlad olacaq, xoşbəxt həyat yoldaşı olacaq və nəticədə cəmiyyətə gözəl bir ailəni bəxş edə biləcək. Mən sizinlə tam razıyam. Burada dediyimiz kimi xoşbəxtlik əslində kişi fiquru nə qədər güclü olsa, əslində kişilərin idarə etməsi qadınlardan həmişə daha yaxşı olur. Çünki onlar rasional, ağla üstünlük verirlər. Qadınlar isə emosional yanaşırlar hər prosesə. Ona görə kişi fiquru yetərincə güclü olanda dediyiniz kimi ailədə hər şeyi, amma burada güclü olanda aqressiya nəzərdə tutulmur, hökmranlıq nəzərdə tutulmur. Güclü olmaq burada şəxsiyyət olaraq güclü olmaqdan danışılır ki, o zaman ailə təbii ki daha xoşbəxt ola bilir.